İmam Səccad əleyhissalamın eşitlisində bir qulamı var idi. O vaxtda quldarlıq dövrü idi. İslam da gəlib bir radikal dəyişiklik eləmədi də cəmiyyətdə. Quldarlığa qarşı idi din, şübhəsiz. Çünki deyir, qul azad elə filan. Amma birdən-birə inqilabi dəyişiklik eləmək olmur da, cəmiyyət hazır deyil. Buna görə tədricən, təşviqlə bunu eləyirdi. İmam Səccad da nə edirdi? Gedirdi qul bazarından qulları alırdı, təlim eləyirdi əhl-beyt məktəbini onlara. Çünki başqa fürsət yoxdur, evində xidmət edir. Yəni əhl-beyt məktəbinin ardıcıları fiziki baxımdan yox olmaq təhlükəsindən üz-üzə idilər. İmam Səccad alırdı, deyir, bir qulu çağırır, deyir, filan kəs cavab verir, filan kəs cavab verir. Çıxır qapıdan, görür, oturub burada. Oturub deyir ki, bəs eşidirsən mən səni çağıram, deyirəm, deyir, niyə cavab vermirsən? Deyir, çünki çəkinmirəm səndən. Bilirəm ki, sizə deyən deyilsən sən mənə, başqası kimi qamçı ilə döyməyəcəksən. Deyirəm, şimdi gedərəm də. İmam necə cəzalandırır onu? Bir azadsan. Ən böyük cəza budur. Gəl getdin də, xoş getdin.